Bir məşhur söz var, buyurur: Əl-bəla'u lil-vila. Bəla Allah dostları üçündür. Allah bəlanı insana ona görə verir ki, özünə yaxınlaşdırsın. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur: mən insanları ibadət, itaət yaratmışam və bu bəlanı verən zamanda ibadət, itaət güclənir. İnsan bu bəla vasitəsilə o kamilliyə gedən yolda biraz da sürətlənir və sürətlənən zamanda o maniyələri keçməyə çalışır və keçir də. Hörmətli izləyicilər, bu axşam biz gözəl bir mövzu ilə sizlərin xidmətində olacağıq. Ekrana yaxın əyləşin. O mövzu bəla və səbrin insan həyatında təsirlərdir. Əlbəttə biz bu axşam bəla haqqında danışacağıq dəyərli qonağımızla ki, bəlanın növləri, Allah Teala niyə insana bəla verir, daha geniş danışacaq bu haqda. Siz də ekrana yaxın əyləşin və ekranda görünən WhatsApp nömrəsindən məxsusən bu axşamki mövzumuza aid suallarınızı yazıb göndərin. Biz də vaxt olsa inşallah çalışaraq cavablandıraq və olmasa inşallah növbəti verilişlərdə. Amma sual yazarkən diqqətli olun ki, mövzumuza aid olsun. Çünki demək olar ki, bu zamanımızda bu məsələ çox geniş yayılıb. İnsana bir bəla üz verən zaman insan küsür, inciyir, başlayır nalə eləməyə, amma başa düşmür ki, bu bəla niyədir və niyə başa düşmür. İnşallah bu haqda danışacaq və YouTube kanalından da bizləri izləyə bilərsiniz. Suallarınızı da oradan yazıb göndərə bilərsiniz. Studiyamızın bu axşamki qonağı cənab doktor Ustad Ramiz Muhamməddir. Ustad, mən sizi salamlayıram, xoş gəlmisiniz. Aleykümselam və rəhmətullah. Təşəkkür. Ustad, bəla haqqında danışaq. Bəla insanın nə üçündür? İnsan həyatında hansı müsbət mi deyək, mənfi mi deyək təsirlər var? Bəla elə bilən bu bir verilişimizə sığmaz. Çünki özü bir geniş mövzudur. İnşallah daha geniş danışacaq. Səbirdən inşallah növbəti verilişdə danışarıq. Buyurun. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme sallim və təmmim. Mən əvvəlcə sizi və tamaşaçıları salamlayıram. Deməli, bəla mövzusu insanlar üçün çox ağır bir mövzudur. Bunu əvvəlcədən deyək. Bəli. Və hələ biz deyirik ki, yəni bizi hal-hazırdakı bu danışığımızın və bu araşdırmamızın səbəbi üçün bəla zamanı insanlar Allahdan küsürlər. Çünki bəlanın mahiyyətini bilmədiklərinə görə küsürlər. Biz də qürbətən ilallah o küsən insanları Allahla barışdırmağa gəlmişik. Diqqətli olsunlar, çünki ümumiyyətlə psixoloqların çox işlətdiyi bir söz var. Amma o sözü mən elə bilirəm yanlış izah eləyirlər. Deyirlər ki, fikirlərini, baxışlarını dəyiş, həyatın da dəyişəcək. Amma baxışı dəyiş deyəndə nəyi nəzərdə tuturlar? Yəni, nə deməkdir baxışı dəyiş? Bəzi insanlar belə başa düşürlər ki, yəni mən bir məsələyə baxırdım, nəticəsini elə bilirdim ki, bir nəticə çıxartmışdım məsələdən, yanlış nəticə və bu mənim həyatımı get-gedə ağırlaşdırırdı. Çünki məsələyə baxışım mənim yanlış idi. Ondan sonra deyir ki, məsələn, psixoloqlar deyəndən sonra ki, baxışlarını dəyiş, həyatın dəyişsin, yəni daha asanlaşsın, daha rahatlaşsın. Bu fikirləşir ki, məsələn, mən orada necə baxmışdımsa, oturum yeni bir baxış forması düşünüm, ondan həyatım dəyişəcək. Amma görür ki, yeni bir baxış forması düşünür, yenə təxəyyül üzərində, yenə zənn üzərində, onun həyatı dəyişmir. Bunu təcrübə eləyib çoxları. Bəli. Məsələn, bir məsələyə ayrı cür bax. Yaxşı, necə baxım ayrı cür. Amma dini təlimlər deyirlər ki, bu dini təlimlər də bu sözü deyirlər. İndi mən bu araşdırmanı təqdim eləyirəm insanlara. Allaha xatir, qürbətən ilallah. Onlar, bəzi insanlar ki, bəlalara görə Allahdan küsüblər, onlar barışsınlar, bu Allaha xatirdir. Deməli,
Bu psixoloqlar üçün də elə bilirəm faydalı olacaq bu araşdırma. Bu sırf elmi araşdırmadır və elmi əsaslar üzərində danışacağıq inşallah. Deməli, baxışı dəyiş deyəndə dini təlimlərdə Peyğəmbər və Əhl-i Beytin, yəni məktəbində öyrətdiyi təlimlərdə baxışı dəyiş, yəni zənn üzərində ki, düşünürdün, təfəkkür edirdin. Sən elə zənn eləyirdin ki, düz başa düşmüsən bu məsələni. Və məsələn, bir bəla baş verib, misalla gətirsə, bir bəla baş verib, siz elə bilirsiniz ki, bu bəlanın, məsələn, rəngi budur və yaxud bu bəla buna görə baş verir, bu səbəbdir. Amma bu bəlanın özünü də ya cəza kimi, ya bir sıxıntı kimi, yəni şər kimi qiymətləndirmisiniz. İndi baxışı dəyiş o mənadadır ki, yəni sən dini təlimlərin əsasında həmin bəlanın həqiqi mahiyyətini dərk elə, dərk eləyəndən sonra baxışın dəyişəcək. Çünki bundan qabaq sən dərk eləməmsən. O bəlaya şər kimi baxmısan. Bəli. Amma axı bu həyatda bəla var, düzdür? Bu həyatda şər də var. Bəli. Şər də var. İndi məsələn bu həyatı da idarə edən, bu aləmləri idarə edən Allah Taaladır. Deməli, sən Allahı tanımalısan ki, biz əvvəlki verilişlərdə də Allahın zövqündən danışmışdıq. Sən Allahı tanımalısan ki, bilməlisən ki, bu bəlaları Allah Taala sənə niyə görə verib? Səbəbi nədir? Səbəbi və bəlanın mahiyyəti. Bəlada olan hədəf və hədəfə görə mahiyyəti də dəyişir. Deməli, mən bir neçə dənə əvvəldə sual hazırlamışam. O suallara diqqət eləsinlər, o sualların əsasında biz danışıb, inşallah bu məsələni həll eləyəcəyik. Bu, yenə də deyirəm, bu elmi yanaşmadır, yəni veriliş xatirinə deyil. Biz istəyirik ki, Allaha bir xidmət eləyək, insanlara xidmət eləyək. İnşallah elə buradan da deyirik, Allah inşallah qəbul eləsin. İnşallah. Deməli, bəlanın mənşəyi nədir? Bəla hardan gəlir? Hər bir insanın, bu ümumi sualdır, hər bir insanın başına gələn bəlada mənşə nədir, mənbə nədir, hardan gəldi bu, kim göndərdi bunu, kim mübtələ elədi bunu. İkinci, bəlanı qəbul eləyən kimdir? Yəni, bəla kimə gəlib? İnsana gəlib, düzdür. İndi bu insanın özünün, bunu niyə görə soruşuruq? Kimdən gəlib? Bəlanın növünü təyin eləmək üçün bu mühümdür. Kimdən gəlib və kimə gəlib? Yəni, kimə gəlib, bunu biləndə ki, bu kimdir, mübtəla olub, bəlaya düçar olub. Bunun mahiyyətin, həqiqətin biləndən sonra o bəlanın niyə gəldiyi məlum olacaq. Bəla, əvvəldə bəlanın mahiyyəti məlum olur, ikinci səbəbi niyə gəlib. Çünki İnsan necə varlıqdır? Nə üçün yaranıb? Həyatda missiyası nədir? Allah onu niyə yaradıb? Niyə yaradıbsa, o bəla da ona kömək eləyəcək. O hədəfə çatmaqda. Artıq bəlanın növü müəyyən olunacaq. Ondan sonra bəlada hədəf nədir? Bu müəyyən olmalıdır ki, həmin o insan müəyyən olandan sonra, bəlanı göndərən Allahın kimliyi müəyyən olandan sonra artıq bəlanın növü də hədəfi müəyyən olacaq və növü niyə gəlib də hədəfdir də insan tanıyanda. Ondan sonra bəlanın növlərindən biz danışacağıq inşallah və bəladakı hədəfə necə çatmaq olar? Yəni, bəlanın batinində bir hədəf var. Yəni, Allah insana bəla göndərib. Bu açılandan sonra Allah kimdir, insan kimdir, biləcək ki, biz niyə gəlib. Niyə gəlib, deməli, niyə sualında bir hədəf var da. Yəni, buna görə gəlib ki, 3 nöqtə, biz onu danışacaq, 3 nöqtəni dolduracaq burada. Ona görə gəlib, deməli, bəlada hədəf var, biz hədəfə çatmalıyıq. Bəs ona, bəla gəlir, insan lap pis vəziyyətə düşür. Bəla gəlir, insan lap azğınlaşır, əvvəldə dedi, Allahdan küsür. Hədəf bu deyildi küstürmək. Hədəf başqa şeydir. Bu başa düşmədiyinə görə o küstü. Tam əksinə getdi. Küstü, yəni uzaqlaşdı Allahdan. Allahın məhəbbətin qəlbindən çıxar.
çıxartdı. Amma indi bunu biləndən sonra artıq bir də biz bilməliyik ki, o bəladakı hədəfə necə çatmaq olar? Bəladakı hədəfə çatmaq üçün bəladan küsməmək lazımdır. Bəladan küsməmək üçün onu doğru anlamaq lazımdır. Bəladan küsməmək üçün nə etmək lazımdır ki, doğru anlamaq? Doğru anlamaq üçün isə anlamağa mane olan səbəbi aradan qaldırmaq lazım. O nədir? Səbirsizlik. Səbirsizlik. Deməli, səbr eləməklə biz bəlaya başqa cür baxacağıq. Ona qucaq aça bilərik. Başqa cür baxacaq. Biz artıq səbirsizlik insanı həyəcanlandırır, stres yaradır, düşünə bilmir. Çünki atifə hissi, emosional tərəf qüvvətlənir, rasional düşüncə tərəfi zəifləyir. Ona görə bəlaya doğru qiymət verə bilmir. Doğru qiymət verə bilməyəndə bəlanın hədəfini anlamır və gedib hədəfinə çatmır. Axırda məlum olur ki, bunların hamısı yerinə yetəndən sonra həm mərifət tərəfi, həm səbr tərəfi, səbr maneələri aradan qaldırmaq üçündür. Səbr tərəfi, indi burada bir dənə məsələ var. Səbr deyəndə dini təlimlərdə kör-körənə otur döz demək deyil. Səbr deyəndə səbrin arxasınca mütləq mərifət gəlməlidir. Səbr dözmək deyil. Səbr ayıq başla bir məsələyə yanaşmaqdır. Səbir, belə deyə də mən tərif vermək istəsəm, səbir insanın özünü itirməməsidir, özünə gəlməsidir. Səbir. Özünü itirmə deyirik biz. Demirik döz. Kör-körənə dözməkdən bir şey çıxmaz. Onu bütün canlılar eləyir. Mesela bir canlı vuranda o onsuz da cavab qaytara bilmir. Dözməyə məcburdur. Amma insana səbir isə səbir həmin hadisədə, həmin məsələdə özünü itirməməkdir, özünə gəlməkdir. Biz deyirik, məsələn, özünə gəl, özünə gələndən sonra artıq onda cavablar var, Allah ona cavabları verir. Vasitələrlə ya vasitəsiz. Ona görə bu suallara biz cavab verəcəyik inşallah. Amma bəlanın mənşəyi Allah Taala'dır. Bütün bəlaların mənşəyi Allah Taala'dır. İstəyir insanların dözə bildiyi, istəyir dözə bilmədiyi. Burada doğru anlamayanda küsür insan. Axı Allah buna bəla göndərib. İstəmir o bəlanı. Çünki bəlada biraz ağrı var da, biraz iztirab var. İztirab insan ruhuna zid olduğuna görə, yəni uyğun olmadığına görə burada ağrı baş verir. Ləzzətin əksidir də. Fəlsəfədə ləzzəti, məsələn bir şeydən ləzzət alırıq deyəndə, filan şey mənə ləzzət elədi. Nə deməkdir? Fəlsəfədə izahı budur ki, yəni mənim ruhuma, mənim təbiətimə, həqiqətimə uyğundur. Məsələn, elm ləzzət eləyir insana. Çünki elm insanın ruhuna uyğundur. Amma təhqir əzab verir insana. Çünki zatına, həqiqətinə uyğun deyil. Bu mənada bəla zahirdə uyğun deyil. Çünki insan rahatlıq tələb eləyən varlıqdır, hamı. Ona görə bəlada biraz çətinlik var. Səbir gəlir bizdə ona kömək eləyir ki, özümüzü deməli itirməyək. İndi burada bəla Allahdandır, amma Allahı tanımaq lazımdır axı. Bu bəla göndərənin əslində Arif burada otursaydı, Ariflərdən biri otursaydı, o bəla deməyəcəkdi, nemət deyəcəkdi. Əl-bəla o lil-vila siz dediniz əvvəldə, bəla Allah dostları üçün dost dosta nemət verər. Ona görə hətta irfanda belə, irfanda ariflər öz aralarında və yaxud kitablarına baxsaz, bəlanı fürsət hesab edirlər, bəlanı nemət hesab edirlər. Bütün bəlalar, cəzalandırmaq üçün olanlar da, tərbiyələndirmək üçün olanlar da, istedadları üzə çıxartmaq üçün olanlar da, bütün bəlalar, növlərini biz danışanda deyəcəyik inşallah. Amma bu bəla göndərən kimdir görəsən? Ki biz bilək ki, bu bəlanın mahiyyəti nədir? Belə dedik də. Bəla göndərənin mən
çox burada uzatmayacağım bəhsi. Çünki bu təvhid bəhsinə girir. Kəlam elmi bizə burada kömək edir. Elmlər bir-birinə kömək edir. Kəlam elmi öz öhdəsinə götürüb həmin bəla göndərənin həqiqətini insanlara çatdırsın. Bəla göndərənin sifətlərindən alim sifəti var. Bunu yaxşı yadda saxlasınlar. İstəsələr qeyd eləsinlər, bəla mövzusunda gələcək köməyimizə. Təsadüfi qeyd eləməmişəm bura. Alimdir. Bəla göndərən alimdir. Bilir. Bəli. Nəyi bilir, deyəcək onu. Çünki bəla sözünü açanda orada biraz bəziləri yanlış başa düşüblər. Bilsələr ki, bəla göndərən alimdir, onlar öz səhvlərini düzəldərlər. Deyiləcək bunlar hamısı. Ondan sonra qadirdir, aciz deyil. Ondan sonra hikmət sahibidir, həkimdir və ehtiyacsızdır, qənidir. Bu bəla göndərən tərəf. İndi bəlanın tərifində istəyirsiniz insanı da deyə, bəla alanı da deyə, sonra bunların əlaqələrini izah eləyək. Bəlanı qəbul edən tərəf isə insandır. Bəlanı, heyvan bəlaya düçar olmur. Bəli. İnsan bəlaya düçar olur. İndi fikirləşəcəklər ki, heyvanlarda da var axı, qıçı sınır, nə bilim, bəzi xəstələr. Müəyyən. Bu biz danışdığımız bəla deyil. Buna deyirəm ki, mahiyyətin başa düşəndən sonra biləcəklər ki, onun başına gələnlərlə, bizim başımıza gələnlərlə zahirdə oxşar olsalar da mahiyyət etibarından tamamilə fərqli bir şeydir. Biz burada indi mərifətdən danışırıq da. Yəni, belə deyək də, bu mövzu bir dərs kimi insanlarda şəxsiyyət və batin mənəviyyat formalaşdırmağa xidmət eləyir. Deməli, bəlanı qəbul edən tərəf insandır. İnsan kimdir bəs? İnsan haqqında qəşəng bir dənə ayə var. Bir neçə dənə ayəni mən qeyd eləyəcəm. Birincisi budur ki, deməli, Tin surəsi 4-5-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim, Ləqad xaləqnəl insana fi əhsəni təqvimin. Biz insanı ən gözəl biçimdə yaratmışıq. Bu insan. İndi buna bəla vermək buna görədir. Deyəcəm, ilk baxışdan rabitə yaranmır. Amma adam qura bilmir. Amma deyəcəm, nə demək istəyir. Ondan sonra ki, buyurur ki, növbəti ayəsində ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ. Sonra biz onu ən aşağı rəzalətin ən aşağı mərtəbəsinə saldıq, indirdik. İndi burada rəzil ən aşağı və ən gözəl biçim. Bunu, yəni insan mükəmməl bir varlıqdır. Mükəmməl bir varlıq. Yəni insan həm ən yuxarı mərtəbəyə, ilahi insan mərtəbəsinə gedib çıxa bilir. Həm də ən aşağı mərtəbə, yəni rəzilliyin ən aşağısına, yəni rəzilliyin dibinə enə bilir. Belə bir möhtəşəm varlıqdır. Möhtəşəmliyi hardadır? Hərəkətliyində. Yəni orta hədd yoxdur. Orta yolda olur, orta həddə olur. Amma demək istəyirəm ki, yəni hərəkət var burada. Yəni bir dəfə enəndə lap pis enir. Qalxanda çox mükəmməl və ən pikə qalxa bilir. İlahi insan olur. İlahi şəxsiyyət qazana bilir. Və bu cür insan, mükəmməl insan, bəla niyə gəlir buna bəs? Fikir verdiniz, burada insan hərəkəti var axı. Bunu hərəkət varsa, hərəkət elətdirən olmalıdır. Yəni, mütəhərrik varsa, mühərrik mütləq olmalıdır. Mütəhərrik hərəkət eləyənə deyirlər. Mühərrik hərəkət etdirənə, hərəkət eləyənə, hərəkət etdirən kömək eləyib onu hərəkətə gətirməlidir. Bəs onda, çünki bunu hardan bildi insan
hərəkətdədir, ən aşağı və ən yuxarı mərtəbəsi olduğuna görə burada hərəkət var. Burada mühərrik mütləq olmalıdır. Həmin bəla o mühərrikdir. Artıq yaxşı məna qazanmağa başlayır, düzdür? İndi gəlir məsələn Allah Teala bu insanı Allah yaradanda çox maraqlı bir ən gözəl biçimdə yaradıb, maraqlı bir formada yaradıb. Ya forma deyəndə maraqlı funksiyalıdır. Buyurur ki, Bismillahirrahmanirrahim, Nəhl 78-də. Vallahu əxrəcəkum min butuni ummahatikum la ta'lamun şey'an. Allah Teala sizi analarınızın bətnindən elə bir formada çıxartdı ki, siz heç bir şey bilmirdiniz. Və cəalə ləkum əs-səm'a vəl-əbsar və sizə eşitmək qüvvəsi verdi və görmək qüvvəsi verdi. Vəl-əfidətən və sizə qəlb verdi düşünmək üçün. Eşitmək, görmək və düşünmək üçün ləəlləkum təşkurun. Bəlkə bir şükr eləyəsiniz. Şükür burada çox sağ ol ya Allah demək deyil. Şükür burada bu nemətlərin haqqını vermək. Haqqını vermək. Qeybətdən uzaq olasan, yalandan uzaq olasan. Rəvayətlərdə də var. Lillahi haqqun li kulli ni'mətin. Allahın ya fi kulli ni'mətin. Allahın bütün nemətlərdə haqqı var. Allahın haqqı var. Bütün nemətlərdə Allahın bir payı var deyək də. Haqq, pay o mənada Allah ehtiyacsızdır. Ona görə haqqı var. O haqqın, yəni hədəf var. O hədəf üçün bir iş görüb, o dəyərləndirilməlidir. Hədəfə çatmaq. İndi insan cahil doğulur, heç nə bilmir və görmür. Hətta fəlsəfədə belə bir bəhs var, fəlsəfi bəhslərdə. Görəsən, eşitmək qüvvəsi daha üstündür, yoxsa görmək qüvvəsi. Alimlər burada ixtilaf ediblər. Maraqlıdır. Mən bunun üstündə çox dayanmayacağam, amma çox maraqlıdır. Eşitmək və görmək ayədə baxanda səm birinci gəlir, əbsar sonra gəlir. Eşitmə birinci gəlir. Birinci gəlir, təqəddümü var da, qabağa keçib. Mən də o bəhslərin birində biz ustadla bəhs eləmişik bunu. Mən ustada dedim ki, səm daha üstündür. Daha üstündür. Görmək sonradır. Ustad dedi ki, burada alimlər ixtilaf ediblər, bəziləri belədir, bəziləri belədir. Mən bu ayəni elə dəlil gətirmişdim. Orada da müzakirə oldu. Amma məsələ budur ki, mən hədəfə görə, orada da dedim mən, bəhsdə dedim ki, mən hədəflə qiymətləndirirəm. Hədəflə qiymətləndirirəm. Meyar hədəfdir mənim üçün. Nədir? Yəni, mən ilahi mərifətə çatmaq üçün bir görməkdən istifadə edə bilərəm. Bir eşitməkdən, düzdür? Amma mən baxıram, görürəm ki, ilahi mərifətə mən kimin vasitəsilə çata bilərəm? Elmin xəzinələrini tapmalıyam. Həmin xəzinələrdən o həqiqi mərifəti əldə eləməliyəm və hədəfə çatmalıyam, yəni kamala çatmalıyam. O xəzinələr Peyğəmbər və Əhl-i Beytidir. İndi hal-hazırda mən Peyğəmbər və Əhl-i Beytin görmürəm, amma onlardan xəbərlər eşidirəm. Ona görə də eşitmək qüvvəsi daha uzun müddətlidir, daha davamlıdır, nəinki görmək. Mən belə bir istidlal gətirmişəm. Təbii ki, bunun görmək üçün də istidlal gətirənlər var. Və düşünmək üçün. Görmək, eşitmək və düşünmək. İndi burada Nəsiminin də bir beyti var. Əhsəni təqvim biz dedik. Bəli. Əgər yadınızda varsa onu deyin. Əhsəni təqvim bilən nə üçün ənəl-həq deməsin? Bəs nədən bərdar olubdur Mənsurun divanəsi? Əhsəni təqvim, bunu biz danışsaq çox çəkər də. Bəli, çox uzundur. Əhsəni təqvim həmin bu insanın həqiqətidir də. O həqiqətini biləndən sonra Nəsimidir ki, mən o mərtəbəyə çatandan sonra orada mən əhsəni təqvimi, yəni həqiqətləri bildim. Həqiqəti bildim və əhsəni təqvimin ən bariz nümunəsi, ən üstün nümunəsi, ən kamil
nümunəsi Peyğəmbərimizdir və Əhl-i Beytidir. Ona da həqiqə Muhammediyyə deyirlər də. Onu biləndən sonra artıq hər şeyi bilir insan. Artıq onları tanıyandan sonra həqiqətləri hamısı Allahın elminin Camiət Kəbirədədir. Allahın elminin xəzinələridir də. Onlara rabitə qurandan sonra mənəvi rabitə. İnsan qəlbinə elmlər ilham olunur. Həmin o elmlərdə insan hər şeyi biləndən sonra özünü də daha yaxşı tanıyır və özünü yaxşı tanıyandan sonra görür ki, onda ilahi rəng var. İnsan ilahi bir varlıqdır, müqəddəs varlıqdır. Onu biləndən sonra ənəl-həq, yəni deməkdir ki, mən də Allaha aid bir varlığam, mən də ilahi bir varlığam. Burada biz ona tam aça bilmirik, mövzumuz o deyil. Ona görə də bəsit formada bu barədə danışmağa məcburuq. Amma əhsən-i təqvim deyəndə insan dedi ki, bir insan ilahi varlıq ola bilir, bir ən aşağı varlıq ola bilir. Ondan əlavə yuxarı qalxmaq üçün, kamala çatmaq üçün orada insan bir şey əldə eləməlidir, kamal əldə eləməlidir. Düzdür, kamal əldə eləmək də, burada insanın bir dənə Quran ayəsi var, buyurur ki, Bismillahirrahmanirrahim, xuliqəl insanu daifən. İnsan zəif yaradılıb, zəif yaradılmaqda da bir ilahi lütf var. Xülasə olaraq Əhl-i Beyt marifinə baxsaq, ona görə zəif yaradılıb. Çünki Allah aciz deyil, qadirdir. Ki, onu kamil yaratsın. Amma o istəyir ki, öz iradəsindən bir yol getsin. Çünki birdən-birə o insan elə bir, mən bunu nəyə görə gətirmişəm? Əhsən təqvimə görə. İnsan möhtəşəm bir varlıqdır. Öz möhtəşəmliyin, cahilliyini görmədən, yəni o zəif mərhələsini keçmədən, birdən-birə görsə, o ilahlıq iddiası eləyə bilər. Ona görə Allahın rəhməti budur ki, onu birinci zəif, zəhmət çəkə-çəkə öz iradəsindən gəlir, kamala çatır və mükafatlanır. Birdən-birə görsə, öz qüdrət, yəni o necə bir ilahi varlıq olduğunu görsə, çaşar, ilahlıq iddiası eləyər. Ona görə də Allah Taala'nın lütfüdür, mərhəmətidir ki, insanı belə yaradır. Mərhələ-mərhələ keçməsi üçün zəif yaradır. Qısa bir fasilədən sonra davam edək. Hörmətli izləyicilər, qısa bir fasilədən sonra verilişimiz davam edəcək. Biz izləmədə qalın. Bəli, dəyərli tamaşaçılar, bir daha salamlayıram hər birinizi. HDTV televiziya kanalında yayımlanan Hidayət Çeşməsi verilişini canlı olaraq izləyirsiniz. Mövzumuz insan həyatında bəla və səbrin təsirləridir. Biz əlbəttə bu gün elə bəla haqqında danışdıq. Əlbəttə həm çox geniş, həm maraqlı, həm aktual, həm də insan həyatına çox müsbət təsir qoyan bir mövzudur. Ümidvaram ki, sizlər üçün də maraqlıdır və izlədiyiniz üçün də təşəkkürümüzü bildiririk. Studiyamızın bu axşamki qonağı cənab doktor Ramiz Muhammeddir. Ustad, qaldığımız yerdən davam edək. Siz buyurdunuz ki, Allah Teala insanı zəif bir
formada yaradıb ki, o əziyyət çəkə-çəkə ilahi rəngə boyansın. Yəni o kamilliyə getsin. Əgər o əziyyət olmasa, axırda bir ilahlıq iddiası eləyəcək, necə ki Firon və yaxud da ki başqaları o iddianı elədilər. Siz əvvəldə buyurdunuz ki, bəlanın növləri var və başqa. Düzdür, vaxtımız da azdır, bir 15-20 dəqiqə vaxtımız var. Amma 15-20 dəqiqədə müəyyən qədər o bəlanın lüğəvi mənasını, sonra bəzi o mərtəbəli mühərrik və yaxud da ki başqa o ifadələrlə istifadə ediriz. O bizdə üzrə motor deyirlər, yəni maşını işə salmaq üçün o zəif nöqtədən yuxarı qalxmaq üçün mühərriki var. Onlardan danışaq. Buyurun. Deməli, biz insanı tanıdıq ki, bəlanı göndərən və bəlanı qəbul edən obyektləri biz tanıdıq. Bəli. Varlıqları biz tanıdıq. İndi bunların arasında rabitə, əlaqə bəla vasitəsilə olur. Bəli. Amma hədəfə görə, yəni mən demək istəmirəm ki, Allah insanla rabitə və yaxud insanın Allahla rabitəsi yalnız bəla üzərindədir. Yalnız bəla üzərindədir. Lütf var, mərhəmət var, rəhmət var, təlim var, bunlar hamısı var. Amma bir dənə də insanın hədəfinə görə, yəni o sıfırdan, aşağı mərtəbədən qalxması üçün ilahi şəxsiyyət. Bunu mən deyirəm, bunu təsəvvür eləsinlər də. Az da olsa insan təsəvvür eləyə bilir. Ən azından müqəddəs şəxsiyyətlər barəsində çoxlarının təsəvvürləri var. Yəni insan, hər bir insan həmin mərhələyə çatmalıdır. Müqəddəs şəxsiyyətlər məsələn peyğəmbər barəsində oxuyublar, imamlar barəsində oxuyublar, bəzi səhabələr barəsində oxuyublar. Yəni onların doğrudan da o öz həyatlarında müqəddəs varlıq olaraq necə yaşadıqlarını və necə dəyərli olduqlarını çoxları təsəvvür edə bilir, məlumatları var. Hər bir insan o mərhələyə çatmalıdır. Elə bu bəlanın da hədəfi insanı o şəxsiyyət eləməkdir. Yəni ilahi müqəddəs şəxsiyyət eləməlidir. Nurani şəxsiyyət, nurani qəlbə sahib olan şəxsiyyət eləməlidir. Onda insanın bütün həyatı dəyişir. Bütün həyatı dəyişir. Bu mərhələlidir, yavaş-yavaş. Amma bəla vasitəsilə də bu hədəfə görə bəla lazımdır insana. Amma bəlanın mənasına biz baxsaq, lüğət kitablarında 3 dənə əsas mənası qeyd olunub. 3 dənə əsas mənası qeyd olunub. Bunun biri bizim mövzuya aid deyil, ikisi bizim mövzu ilə əlaqəsi var. Mövzumuza aid olmayan, deməli, bir də ki, iki kökdən, bəla sözü iki kökdən yaranıb. Deyəcəm hansı köklərdəndir? Yəni, iki sözdən məstər olaraq bəla sözü yaranır. Amma o sözlərin, deməli, kökləri fərqli-fərqlidir. Birinci budur ki, bu artıq qrammatik lüğə bəhsdir. Deməli, bəliyə, yəbli və yaxud da məstər bila, bilən, bilən. Bizdən ki, o bilən sözü. O bilən deyil. Bila deyək də, bila. Və yaxud bəla. Bu məna, yubli, yəbli mənası ixlaq əl əl-ifna. Bir şeyin çürüyüb məhv olması, məhv olunması, edilməsi bu mənadadır. Burada artıq bəliyə, yəbli, yubli, deməli, lüğətə baxsalar, bu kökdən yaranıb bəla və yaxud bila. Bu bizə aid deyil, bu mövzumuza aid deyil, məhv olmaq, xarab olmaq. İkinci mənası isə, ikinci kök isə, deməli, bəla, yəblu. Bələ, o birisi bəliyə idi. Bu bələ, yəblu. Deməli, burada təcrübətü şey mənasını verir. Bu ikinci mənasıdır. Bunun bizə aidiyyəti var. Az da olsa aidiyyəti var. Təcrübə eləmək, bir şey təcrübədən çıxartmaq. Onu deyirlər. Bir də ki, isim məstərdir. İsim məstər, bu bizim ən çox bunun üzərində danışacağıq. İsim məstər ibtila.
İbtila, yəni mübtəla eləmək. İbtila bir mənası ixtibar, bir mənası imtihan. İbtila, imtihan. İmtihan. Bəli. Biz imtihan deyirik. Bəli. İmtihan, bu da ki, deməli, iftial babındadır. Bunu indi sərf elmi oxuyanlar bilir. İftial babında ixtibar mənasındadır. Bunlar lisan-ül ərəbdədir. Ondan sonra bir də müfrədatda var bunlar. Baxa bilərlər. Birincisi ki, bizim mövzumuza aid deyil. Bu Rağib İsfahaninin Müfredat Elfazil Quranındaydı. Səhifə 145-də. Bu mövzu bizə aidiyyəti yoxdur. Bizə aidiyyəti olan Lisan-ül Ərəbdə mən oxudum. Deməli, artıq bəla burada imtihandır. İndi burada imtihan mənasını eşidən kimi insanlar o dəqiqə düşünür ki, imtihan o vaxtı eləyərlər ki, məsələn, mən bilmirəm, yaxud təcrübədən keçirmək ki, hər ikisi də dedi, bizə aidiyyəti var mövzuya. Təcrübədən keçirtmək, təcrübəyə salmaq və bir şey təcrübə eləmək. Bir də imtihan eləmək. İki mənası da var. İki mənası da bizə aiddir. Allah insanı imtihan eləyir, təcrübədən keçirdir. Amma hansı hədəf üçün? İndi çünki adi insanlar düşünə bilərlər ki, mən bir şey imtihan eləyirəm ki, çünki onun bilinməyən tərəfləri var mənim üçün. Mən onu imtihan eləyəndən sonra bilirəm. Məchuldur, bilirəm. Və yaxud təcrübədən niyə keçirdirəm? Mən bilmək istəyirəm ki, bu, məsələn, neçə dərəcədə qaynayır, ya məsələn, bu qızılın tərkibi qatılıb, yoxsa qatılmayıb. Bunu aparam laboratoriyaya, təcrübədən keçirdirəm, bilirəm qatılıb ya qatılmayıb bu qızıla. Bu bir mənadadır. Amma biz nə dedik əvvəldə? Dedik ki, bəla göndərən tərəfi Allahdırsa, Allahın bir sifəti də alimdir, dedik bunları. Onun üçün bu artıq bizə, bu fikir bizə mane olur bu mənanı düşünməyə. Görürsə, elm bax belədir, insanı idarə edir, apar. Həqiqəti aparmaq üçün gələ bunları biləsən. Bəs Allah bilirsə, nəyi imtihan eləyir? Deyir ki, imtihan, Cavad Amili Allah hifz eləsin, təslim təfsiridir. Burada bəla İbrahim əleyhissalam Allahın bəla eləməsindən danışır. İzibtələ İbrahimə Rabbuhu, Allah Rəbbi İbrahimi ibtila elədi, mübtələ elədi, bu mənadır. Yəni təcrübə elədi, imtihan elədi. Burada qəşəng bir söz deyir, bir dənə belə bir ünvan yaradı. Deyir ki, Sirrul İbtilaat Əl-İlahiyyə. Məndə ərəb dilindədir bu kitab, 6-cı cild, səhifə 540-dadır. Həmin o ayə, Bəqərə surəsinin, həmin o Ali İmran surəsi, İbrahim əleyhissalam, Bəqərə surəsində. Orada Cavad Amili deyir ki, ilahi imtihanların və yaxud ilahi ibtilaatların, ilahi imtihanların sirri nədir? Qəşəng bir cümlə deyir, mən bu cümləni oxuyum. Deyir ki, İnnə cəhləl mumtəhin, ki, siz səhv başa düşür ki, hər imtihan eləyən gərək nəyisə bilməsin, imtihandan sonra bilsin. Burada deyir ki, imtihan eləyənin cəhaləti qeyru məxuz fi həqiqətil imtihan və ibtila. Yəni, imtihan və ibtilada şərt deyil ki, imtihan edən cahil olsun, eləsin. Mühüm sözdür. Şərt deyil, imtihanın mahiyyətində, zatında imtihan edənin cahilliyi şərt deyil. Əsil deyil. Yəni, nə deməkdir bu? Ola bilər ki, əgər şərt olsa, onda gərək bütün imtihan eləyənlər cahilliyindən imtihan eləsinlər ki, bir şey bilmək üçün. Amma indi şərt bir dəfə də şərt olsa, əgər şərt olsa, onda imtihan edən nəyisə bilirsə, onu imtihan edə bilməz. O imtihan adlanmaz. Şərt olsa. Cavad Amili deyir ki, şərt deyil. Yəni, nə deməkdir? Yəni, imtihan edənin cahilliyi şərt deyilsə, bilirsə, onda deyə bilməzsiniz ki, bilirsə nəyi imtihan edir? Çünki şərt deyil.
Bəli. Sizin iradınız şərt olsadır. Amma şərt deyil. Bu elmi sözləri biraz çətin ola bilər. Amma məsələn izahım bir ki, yəqin ki az qalıb vaxtımız. Bir ki cümlə sonraki biz sonra inşallah qismət olsa görüşlərdə bunu davam eləyəcəyik inşallah. Bitirməmişik o. Əsas məsələlər sonda gələcək. Ki insanların həyatı dəyişəcək bu mövzudan sonra. Bəlalara baxacaq və həyatları müsbət mənada dəyişəcək. Hətta psixoloqa da ehtiyacları olmayacaq çətinlik yanında. Bunu mən iddia edirəm. İnşallah sübut eləyəcəm, göstərəcəm. Amma gəlirik bura. İmtahan edən alim ola bilər. Alim ola bilər. Amma imtahan eləyə bilər. Deyə bilərsin, necə? Onda nəyinə lazımdır? Nəyinə lazımdır? Misal çəkim qızıldan. Bir dənə qızıl gətiriblər. Mən də məsələn zərgərəm, ustayam, bilirəm. Baxan kimi bilirəm ki, bu qızıl qatqısı çoxdur. İndi bəlkə zərgərlər bizi eşidirlərsə, biləcəklər ki, bunların da başına gəlir. Amma qarşı tərəfə sübut eləyə bilmir. Fikir verin, sübut eləyə bilmir. Deyir ki, bu qızılın qatqısı çoxdur, əyarı azdır, filandır. Qarşı tərəf deyir, yox, ola bilməz, filandır. Bunu sübut eləyə bilmir. Bunu sübut eləmək üçün aparır, təcrübə eləyir, imtahan eləyir, ibtila eləyir o qızılı. Təcrübə eləyir, onun xasiyyətini, onun qatqısını, batinində gizlənən o qatqını neyinir? Üzə çıxardır. Zərgər bilirdi, amma o öyrənmək üçün eləmədi onu. Qızılın tərkibini üzə çıxartmaq üçün elədi. Gördünüz? Cavad amili bunu deyir. Deyir ki, şərt deyil o bilməsin. O bilər, amma təcrübə eləyər. Bilər, imtahan eləyər. Allahda da bu formadadır. Çünki Allah Teala biz sonra oxuyacağıq inşallah, sonraki görüşlərimizdə. Allah Teala qəlblərdə bu qəşəngdir, qoy bunu oxuyun. Bismillahirrahmanirrahim. Və in təchər bil qavli fə innəhu ya'ləmus sirrə vəl-əxfa. İstəsən söz içində gizlətdiyi zahir elə, istəsən elə, istəsən yəni eləmə. İstəsən elə, amma Allah fə innəhu ya'ləmu. Allah bilir, biz dedik alimdə. Allah bilir. Əs-sirrə, sirri də bilir, içində gizlətdiyi də. Vəl-əxfa, daha məxfini də bilir. Sirdən də gizli bir şey var, onu da bilir. Sonra danışacağıq biz o nədir. Sirdən də necə ola bilər? Sirdir, sirdə gizlətdiyi də bilir. Hətta sənin özünə gizli olanı da bilir. Allah bilir. Ona görə Allahın imtihanı həmin o zərgərin qızılın xasiyyətini üzə çıxartmaq üçün elədiyi imtihandır. Kimin üçündür o? İnsanın içini üzə çıxartmaq üçün. Ona lazımdır bu üzə çıxmaq prosesi, düzəlməsi üçün, qalxması üçün. O bilməlidir onda nə var, nə yoxdur. Bu imtihanların, bu bəlaların fəlsəfəsi budur, hədəfi budur. Artıq biz burada biraz irəlilədik mövzunu. Vaxtımız qutardı yəqin ki. Üstad, elə bəzən də görmüsünüz də, o bəzi filmlərin maraqlı yerində film qutarır, qalır məsələn cənnətdir. Biz də elə bu mövzunun ən maraqlı yerində, o insanların dərdinə, o necə deyərlər, çarə eləyən yerində saxlayaq. Həm dəyərli tamaşaçılarımız intizarda qalsın, həm də ki, biraz da o siz danışdıqlarınızın, buyurduqlarınızın üzərində biraz insan təfəkkür eləsə, bəzən də elə özü tapır nəyisə yolların. İstəsələr qeyd eləsinlər bunu bir vərəqə. Gələn dəfə ona əlavə biz danışacağıq, onun üzərində danışacağıq. Qeyd eləsinlər bunların hamısını. Çünki sonda bir elmi bir belə deyək, xəzinə, nəticəsi olacaq, bir də faydalı bir şey olacaq. Çünki mən özüm bundan istifadə eləmişəm, faydalanmışam. İstəyirəm Allahın bəndələri də faydalanmışam. Allah ömrünüzə bərəkət versin, Ustad. Allah razı olsun. Bizim keçən həftədən bir dəyərli tamaşaçımız sual yazıb, bir neçə dənə. Elə keçən həftənin mövzusuna uyğun idi. Mən istəyirəm onları oxuyam. Dəyərli tamaşaçılar, üzrxahlıq edirəm ki, keçən dəfə həm vaxtımız olmadı, həm də biraz internet problemi var idi, oxuyamadım. Mən oxuyuram, Ustad, bir ki, indi vaxtı nə qədər çatacaq. Soruşur ki, Ustad, insan vücudunun mərtəbələri nə üçündür və niyə aludədir? Bir halda ki, insanın özündən heç bir şeyi yoxdur. İnsan vücudu yenə də insan mərhələli varlıqdır. Bəli.
insan varlığı, vücud deyəndə burada çox güman ki, varlığı nəzərdə tutur. Çünki vücud deyəndə bəziləri cismi, bədəni nəzərdə tutur. Vücud fəlsəfədə varlıqdır. İnsan varlığının mərhələləri bu aləmin mərhələlərinə görədir. Yəni insan bir neçə aləm keçib gəlib bu maddi aləmə və əql aləmidir, misal aləmidir, ondan sonra bu maddi aləmdir. Və hər bir aləmin də özünün əhkamı var. Yəni şərtləri var və qayda qanunları var. Həmin insan varlığı da o aləmlərdə yaşadığına görə o aləmlərə uyğunlaşmalıdır. Ona görə də uyğunlaşması üçün də müxtəliflik buradan yaranır. Məsələn, maddi aləmdə tam maddidir, maddi bədənidir. Ondan sonra ruhu var, bəli, amma maddi bədən üstünlüyü təşkil edir. Amma yuxarı aləmdə təkamül olaraq Allaha çatmaq üçün bunu belə deyirlər də qovs suudda, yəni qalxan, ucalan tərəfdə artıq maddi aləmdən sonra çıxır, gedir misal aləminə. Orada da insan vücudu ilə var. Ümumiyyətlə, vücud varlıqdır da. Hər yerdə varlıqlandır insanın həqiqəti. Və orada o aləmlərdə də həmin aləmə uyğun olmalıdır ki, o aləmdə deməli qala bilsin. Ona görə də bu səbəb aləmlərin müxtəlifliyi insanın varlığının, vücudunun yəni mərhələli, mərtəbəli və müxtəlifliyinə səbəb olur. Ustad, növbəti sual maraqlı sualdır. Niyə Allah Peyğəmbərə salam və salavat göndərir? Eynən də insan var. Mənası nədir? Salavat deyərkən Peyğəmbərdə nə baş verir ki? Salavatın mənası deməli Allah bizə bir ayədə əmr eləyir ki, Allah, mələklər Peyğəmbərə salam və salavat göndərirlər. İnsanlar, möminlər, siz də İnnallaha və mələikətü yusalluna alən-nəbi. Allah və mələkləri Peyğəmbərə salavat göndərir. Ya eyyuhəl-ləzinə amenü sallu aleyhi və səllimu təslim. Ey iman gətirənlər, siz də ona salavat göndərin və ona təslim olun. Peyğəmbərə ümumiyyətlə Allah salavat niyə göndərir? Çünki başqa ayədə də Allah Teala insanlara salavat göndərir. Buyurur ki, o kəs ki sizə salavat, o kəs ki Allahı buyurur və mələkləri sizə salavat göndərir. Liyuxricakum minəz-zulumati ilən-nur. Sizi zülmətdən nura çıxartmaq üçün salavatın hədəfi zülmətdən nura çıxartmaqdır. Amma peyğəmbərləri yox. Allah buyurur ki, sizi. Salavat zülmətdən nura çıxartmaqdır. Zülmətdən nura iki mənada başa düşə bilərik biz. Zülməti və nuru iki mənada. Bir mənada zülmət, zəlalət, nur hidayətdir. Burada peyğəmbərlər aid deyil. Çünki peyğəmbərlər də məsumdurlar və hidayətdədirlər ki, hidayət eləyirlər insanlara Allahın izni ilə. Bir mənada da yoxluqdan varlıqadır. Zülmətdən nura. Zülmət yoxluqdur, varlıq nurdur. Allah peyğəmbərləri yoxluqdan varlığa çıxartdı, amma onlar məsum və hidayət olmuş halda. İndi məsələ budur ki, axı sual verə bilərlər ki, yaxşı, zülmətdən nura çıxartdı, qutardı da Peyğəmbər gəldi, varlıq aləmindədir, əgər belə izah edirsinizsə. Da onda hər dəfə ona salavat göndərmənin mənası nədir? Bizə deyir ki, siz də salavat. Allah da göndərir hər dəfə siz. Biz deyirik ki, bəli, həm yoxluqdan varlığa və yaxud zəlalətdən nura, hidayətə çıxmaq üçün Allaha ehtiyacımız var. Həm də həmin nurun içində davamlı qalmaq üçün. Hidayətdə qalmaq üçün. Bizdə zülmətdən nura çıxmaq üçündür, zəlalətdən hidayətə çıxmaq üçündür. Allah bizə salavat göndərir, bizə də göndərir. Və peyğəmbərlərə isə daimi olaraq salavatı göndərməsi onları zülmət yoxdur onlarda, nurda daimi saxlamaq üçün. Yəni onu demək istəyir ki, artıq burada bir dənə şiə əqidəsinin bir etiqadı məsələsi var. Peyğəmbərlər məsumdular. Bəziləri bizə etiraz edir ki, siz məsum bilirsiniz, hər şeydə məsumdular. Elə bu ayənin özüdür ki, Allah daimi olaraq onlara salavat göndərir. Yəni nə deməkdir? Daimi olaraq onları nurda saxlayır. Yəni geri getməyə yoxdur, imkan vermir. Onlara daim nurda saxlayır. Allah daim salavat göndərir onlara. Bəs yaxşı, Allah daim göndərir onları daimi nurda saxlamaq üçün.
Və sonra bizim salavatımız onlara nə faydası var? Biz deyir ki, bizim salavatımızın onlara faydası yoxdur. Bizim salavatımızın özümüzə faydası var. Necə ki, Məvəddət ayəsində və yaxud digər bizdən onları sevməsini tələb eləyir. Bizim onları sevməyimiz bizim özümüzün hidayət olmağımız üçündür. Zülmətdən nura çıxmağımız üçündür və onlara salavat göndərməyimiz də bizim hidayət olunmağımız üçündür. Onlara salavat vasitəsilə yaxınlaşıb, onlardan da Allaha yaxınlaşmaqdır. Bəli, təşəkkür Üstad geniş məlumat üçün. Yazır ki, həmin izləyici bir də Quran-ı Kərim Peyğəmbərin mübarək qəlbinə nazil olur. Bəs nə üçün? Çatdırılması üçün Cəbrail əleyhissalam istifadə edir. Ümumiyyətlə Cəbrail əleyhissalam kimdir? Çox xahiş edirik Ustad bu bəli, dərslə bağlıdır. Deməli, Cəbrail əleyhissalam biz bilirik ki, Quran-ı Kərim, əgər Quran elmlərinə baxsaq biz, deməli vəhiy barəsində, nazil olma barəsində alimlər iki formada nazil olmanı qeyd ediblər. Bir birbaşa, bir də mərhələli formada, tədrici. Bir nüzuldur, bir də tənzildir. Deməli, nüzul olaraq Peyğəmbərin qəlbinə gəlib, birbaşa, dəf'i olaraq, tədrici olaraq Cəbrail əleyhissalam vasitəsilə Peyğəmbərə xəbər verilib ki, burada bu ayəni oxu, burada bu ayəni oxu. Cəbrail əleyhissalam vasitə, Cəbrail əleyhissalam müqərrəb mələklərdəndir və həmin ayələri Peyğəmbərimizə gətirir, amma onları götürdüyü bəziləri hardan götürüb gətirir? Mən bunu da deyim əlavə olaraq ki, Allah Taala həmin o ayələri, həmin mərifəti, elmi Cəbrail əleyhissalamın vücudunda yaradır. Ona görə də əmindir. Yəni, haradasa götürüb, oxuyub, əzbərləyib gətirmir. Onun üçün artıq vücudi elmdir, hüzuridir. Və həmin hüzuri elmi, bunu niyə görə mən dedim? Bilək ki, Quran-ı Kərim nazil olması da qorunmuşdur və nazil olması da möhkəmdir, haqdır və onu çatdıran da möhkəmdir və həqiqətdir, haqdır, məsumdur. Çünki məsum olması, yəni onun vücudunda yaranması artıq onu göstərir, onda elm hüzuridir, orada səhv ola bilməz. Quran-ı Kərim gələndə artıq sabit və möhkəmdir, səhv yoxdur orada və Peyğəmbərə nazil olur. Peyğəmbər onu qəbul edən tərəfdir, o da məsumdur, elə bundan qabaqçı sualın salavatla, o da məsumdur, onun ismətinə zərər gətirəcək bir şey yoxdur. Yəni, gətirən də, qəbul edən də məsumdur və Quran elə bir formada qoruna, belə deyə də, o əzizdənə, qoruna, o gəlir bizə çatır. Biz gərək Allaha buna görə şükür eləyək. Və Cəbrail əleyhissalam müqərrəb mələklərdəndir. Dedi ki, cavabda da ki, iki cür nazil olma var. Ustad, bir sual da var. Buyurur ki, Həzrət əleyhissalam buyurur ki, mən görmədiyim Allaha ibadət etmərəm. Bəs bizlər nə üçün görmədiyimiz Allaha ibadət edək? Əslində elə biz də İmam Əli əleyhissalam görmədiyi Allaha ibadət etmərəm deyəndə orada sadə izahı var bunun. Üzərində çox deyənməyəcəm, amma irfani mənaları da var. Qəlbin görməsindən danışır İmam Əli əleyhissalam. Çünki bizdə kəlam elmində Allahın rü'yətullah, Allahın görünməsi məsələsi çox geniş bəhs olunur və bu gözlərlə Allah görünə bilməz. Və İmam Əli də heç bu gözləri ilə görməyib, dünya gözü ilə. İmam Əli qəlbin gözü, yəni Allahın varlığını qəlbən dərk edən şəxsdir. Biz də Allahın varlığını qəlbən dərk edirik, amma bəzən həmin bu dərk etmədə xələl yaranır. Yəni insan qəflətə düşür, maddi oyuncaqlar onu alladır, fikrin yayındırır. Maddi dünya oyuncaqdır da. Və o qəflətə düşdüyünə görə elə bilir ki, görmür. O da özünə gəlsə, özünə yığışsa, özün yığışdırsa, gəlsə özünə, öz nəfsinə baxsa, qəlbinə baxsa, o da Allahı görəcək. Yəni heç kim görmədiyi Allaha ibadət eləmir. Bütün ibadət eləyənlər əslində qəlbləri ilə gördüyü Allaha ibadət eləyirlər. İbadətin mənası budur. İbadət, həqiqi ibadət budur.
İndi ola bilsin əvvəl-əvvəldə insan dərk eləməsin. Yavaş-yavaş bu ibadətin özü də çox maraqlı bir şeydir ki, insan Allahla yəni dayananda üzü qibləyə, namazda, mehrabda da dayananda artıq dərk eləməsə də ilk əvvəl vaxtlarda yavaş-yavaş, çünki o Allah görür ki, bunun qəlbi Allaha tərəf gəlmək istəyir. Və Allah onun qəlbinə elə o namazda ilham verir. Mən bunu təcrübələrimdə görmüşəm insanlarla. Hətta mən bunu deyim, bu çox kiçik. Mən söhbət eləmişəm, bəzi dərin mövzular var. Dərs oxumayan, amma namaz qılan. Dərs oxumayıb namaz qılır amma. Yəni elmləri yoxdur. Amma onu mən izah eləyən kimi o dəqiqə başa düşüblər. Yəni baxmışam ki, bunların qəlbində sanki bir hazırlıq var. O namazdan gəlib o. Amma o elmi verən kimi tez qəbul edir, başa düşürlər. Kör-körənə qəbul eləmək yox. Başa düşür, hətta izah edir mənə. Bəzi şeylərdə görürəm ki, əlavə özü izah edir, görürəm başa düşüb. Amma mən danışmışam, namaz qılmayan, amma universitet ustadları, müəllimləri ilə danışmışam. Nə qədər sadə dildə izah eləməyə çalışmışam, görmüşəm başa düşmürlər. O rabitə yoxdur. Çünki o namazda o alıb o ilhamı, qəlb dirilib, diridir artıq. Qəlbin dirilməsinin mənası idrakdır. Ustad, sonda bir sual var, hələ həmin izləyiciden, amma belə bilən biraz uzun olacaq cavabı, 5 dəqiqədə vaxtımıza var. Qiyamətdə yalnız Allah insanı sorğu-sual edəcək, bəs insan Allahı ittiham edə bilməz. Bəs insanların etirazları necə olacaq? Məsələn, mən kimisə günahkar kimi görmək istəmirəm. Yalnız Allahadır bütün etirazım. Çünki böyük ali olan varlıq qala-qala yaranmışlarda nə qüsur görə bilər ki, bu baxımdan ki, hər birimiz acizik. Burada həqiqəti əgər dərk eləsə insan, həqiqəti dərk eləsə, o heç vaxtı Allahı ittiham eləməyəcək. Mən demirəm, amma eləyə bilməz. Yəni bəzən elə başa düşürlər insanlar ki, biz deyəndə ki, Allah özü sorğu-sual edir. Quran-ı Kərimdə də buyurur özü. Allah özü sorğu-sual edir. O sorğu-sual olunmaz deyəndə elə bilirlər ki, yəni Allah burada diktatorluq eləyir. Yəni mən ancaq sual verəcəm, siz mənə sual verəməzsiniz. Belə deyil əslində. Əslində belə deyil. Deməli, Allah Teala insan ki, çünki bu dünyada onun başı qarışıqdır, bu dünyada onun deməli qəflətdədir deyə, o elə bilir ki, Allahı ittiham eləyə bilər. Fikir verin. Amma insan dünyasını dəyişəndən sonra onun düşünməsinə mane olan səbəblər itəndən sonra bu dünyanın tamahı, şəhvət, bunlar insana düşünməsinə mane olan şeylərdir əslində. Hikməti qəlbdən qovub çıxardan şeylərdir. Dünyaya tamahkarlıq. Hədisdə də var, dünya tamahı ilə hikmət bir qəlbdə cəm olmaz. Dünya tamahı gəlsə hikmət gedəcək. Ona görə burada hikmət gedib deyə elə bilir Allahı ittiham eləyə bilər, gedər Allahla özbəz deyanar, deyər ki, sən niyə belə elədin, filan elədin, Allah idin, gərək belə eləyərdin, gərək belə eləməzdin. Amma bu dünyada belədir. Çünki qəflətdədir, hikmətlə düşünə bilmir. Əgər hikmətlə düşünə bilsə, yəni ən-nasu niyamun hədisdir də, insanlar hamısı yatıblar, yatıb yuxuda olmaq, burada itirdin Zahir Cəmşidi, Nəsimi də bunu deyir, oyan uyxuda, oyan qəflətdən, ey qafil. Yəni qəflətdə olduğuna görə o Cami Cəmşid yəni həqiqətləri görə bilmir ki, qəzəldə deyilir. Amma yuxuda olmağın məna oyan uyxudan, ey qafil, yuxudan oyan. Yuxu mənası qəflət deməkdir. Amma elə ki bu dünyada ən-nasu niyamun izə matu intəbəhu ya iltafatu. Əgər öləndən sonra diqqət eləyəcəklər. Öləndən sonra açılacaq olar. Çünki sən demə belə deyilmiş. Sən demə belə deyilmiş. İndi dünyasını dəyişən kimi insan həqiqətləri görən kimi artıq başa düşəcək ki, Allah çox lütf eləyib. Allah nə lazımdırsa verib. Nəyi necə lazımdırsa eləyib. Sadəcə olaraq biz başa düşməmişik. Artıq bunu vicdanla baxıraq, həqiqəti görüb axı. Belə olur da bizim həyatımızda da olur. Məsələn, biz görürük ki, bir nəfəri başlayırıq qınamağa. Məsələn, gördük ki, bir nəfərdə bir hərəkət gördük. Bilmir yaxı nə baş verir.
onun qəlbindən xəbərimiz yoxdur. Niyə elədiyini də bilmirik. Amma gördük ki, elədi. Düzdür? Başlayırıq onu qınamağa, yuyub sərməyə. Ondan sonra gəlir insan, fikir verin, bilməyəndə qınamaq, ittiham, qeybət. Amma elə ki, gəldi insan, danışdıq onu ilə. Niyə bu baş verdi, niyə bunu elədim? İzah eləyəndən sonra adam da ittiham eləyə bilmir. Olub da belə. Çünki həqiqət açıldı, ittiham da eləmək olmur. Ona görə ahirətdə də belədir. Həqiqət açılacaq deyə artıq Allah'a ittiham eləmək mümkün olmayacaq. Vicdan deyəcək ki, burada düz deyir də. O bizdə bir dənə söz, haqlıdır da bu adam. Biz deyirik. Ona görə ittiham yoxdur. Nəinki qorxuzur Allah, hədəliyir ki, məni ittiham eləyə bilməzsiniz. Belə deyil. Həqiqət açılandan sonra adam heç özü ittiham eləmir. Ustad, təşəkkür edirik. Allah razı olsun. Allah elmizə bərəkət versin, videomuzu bir bəla eləsin. Çox gözəl mövzu oldu. İnşallah ki, dəyərli tamaşaçılar üçün də maraqlı və dərdə dəyən olar. Vaxtımız bitib. İnşallah növbəti verilişlərdə davam edərik. Hörmətli izləyicilər, çalışaq ki, Allah Taala bəla verən zaman Allahdan küsməyək, Allaha etiraz etməyək. Çünki insan o bəla gələn zaman bəlanın kimdən, kimə və məqsədi nə üçün olduğunu bilsə, yəqinən bilsin ki, Allaha heç vaxt şikayət eləməz, Allahdan heç vaxt küsməz. Allahdan küsən şəxslər bilsin ki, Allahı tanımırlar, o bəlanın nə olduğunu, niyə gəldiyini bilmirlər və kimə gəldiyini bilmirlər. Növbəti verilişdə görüşmək ümidi ilə sağ olun, gecəniz xeyrə qalsın.